Salam aleykum. Deməli, burada birinci və ikinci qab verilibdir. Əvvəlcə biz birinci qabı nəzərdən keçirdik. Birinci qabda deməli azot üstə gələk 3H2, əmələ gəlir 2NH3, yazıram başlanğıc, yazıram sərf, yazıram tarallı, tarallıq son deməkdir. Azot yazıram, hidrogen yazıram və amoniak yazıram. Burada amoniakın hər iki qabda deməli reaksiyadan sonra tarallıq qatlığı 2 mol bölü litrdir. Buraya yazıram 2 mol bölü litr. Təbii ki bu 3 moldur, bu da 4 moldur. İndi biz nə edirik? Amoniakı mola çeviririk. Çünki bizdən burada hər iki qabda alınmış amoniakın mol miqdarını soruşur. C bərabərdir nü bölünsün V. Nü bərabərdir C vurulsun V. Amoniakın qatlığı 2-dir. C-nin yerinə 2 yazıram. Qabın da həcmi 1-dir. Bu elədi neçə? Deməli 2 mol. Deməli burada deməli biz bu 28-ə baxıram elə 2 mol, 2 mol. İndi ikinci qabda da yenə C bərabərdir nü bölü V, nü bərabərdir C vur V. Amoniakın tarallıq qatlığı 2-dir. Amma həcmi yerinə 2 yazacağam. Bu da 4 eləyir. Deməli öyrəndik ki burada ümumən amoniakın mol miqdarı cəmi 6-ya bərabərdir. Bildinizdə nəyə görə 6 oldu? Bir daha başa salaram. C bərabərdir nü bölü V. Nü bərabərdir C vur V. 2 dəfə yazıram. Nü bərabərdir C vur V. Burada deməli amoniakın tarallıq qatlığı 2-dir. Qabın həcmi 1, bunların hasili 2 elədi. Burada da deməli 2-dir qatlıq, həcmdə 2-dir, elədi 4. 2 ilə 4 6 eləyir. Yəni biz tapdıq ki burada, burada. Cavab 6-dır. Yəni bunu müəyyən elədik. İndi burada artıq bunu müəyyən eləyəndən sonra bizə yazıb ki burada birinci qabda baş verən və birinci qabda baş verən reaksiyanın tarallıq sabiti. İndi hal-hazırda biz birinci qabı izah edirik və fikir verirsinizsə reaksiyamın tənliyi budur və amoniak əsasən dedi ki burada 2 mol bölü litrdir. Biz dedik onu mola çevirək. C bərabərdir yenə deyirəm nü bölü V, nü bərabərdir C vur V. C 2-dir və də qabın həcmi 1-dir, 2 elədir. Bu 2-nin köməyi ilə tapaq görək solda duran sərf olunaraq. Bu nə qədər sərf olunur? Baxıram bu 1 sərf olunur, sonda 2 qaldı. Sonra baxıram bu nə qədər sərf olunur? Baxıram bu 3 sərf oldu, bu da sonda 1 qaldı. Ancaq biz molla tarallıq sabitinə gedə bilmərik. Qatlıqla getmək lazımdır ki biz bunları həcmə bölməliyik. Təbii ki həcmdə 1-dir da. 2-ni 1-ə böləndə 2 eləyəcək, 1-i 1-ə böləndə 1 eləyəcək, 2-ni 1-ə böləndə 2 eləyəcək və tarallıq sabiti bərabərdir. Yuxarıda NH3-ün kvadratı, yəni 2-nin kvadratı, aşağıda azot, yəni 2, bir də hidrogenin kubu, yəni 1-in kubu. Bu eləyəcək 2. Biz müəyyənlədik ki 4-ü 2-yə böləndə 2 eləyir. Yəni biz buradan müəyyənlədik ki burada birinci qabda baş verən reaksiyanın tarallıq sabiti deməli 2-yə bərabərdir. Biz bunu müəyyən elədik. Davam edirik. 28-ci sualda amoniakın mol cəmini tapdıq. Eyni zamanda birinci qabda baş verən reaksiyanın tarallıq sabitini müəyyən elədik. İndi bizə nə yazıbdı? İkinci qabda tarallıq anda qazların orta molyar kütləsini hesablayın. Gəlin buna baxaq. Yenə yazıram azot üstə gələk 3H2, əmələ gəlir 2NH3, azot yazıram, hidrogen yazıram, NH3 başlanğıc sərf və tarallıq yazıram. Təbii ki biz dedik ki C bərabərdir nü bölü V, nü bərabərdir C vur V. İkinci qabdan gedir söhbət. NH3 qatlığı 2-dir. Qabın həcmi də 2-dir. Bu elədir 4 mol. Və təbii ki burada azot əvvəl 6 mol, hidrogen 8 moldur. 4-ün köməyi ilə tapaq azot nə qədər sərf olur? Azot 2 sərf olunur, qaldı 4. Bu nə qədər sərf olunur? 4 dəfə üçün 12, 12-ni 2-yə böləndə 6, bu da qaldı 2. Deməli, tarallıq anında, baxın, ikinci qabda, baxın diqqətdən. İkinci qabda tarallıq anında qazlar qarşılığının orta molyar kütləsi. M orta bərabərdir. M1 nü1 4 vurulsun 28. Üstə gələk M2 nü2, hidrogen 2-dir, vururam 2-yə. Amoniak 17-dir, vururam 4-ə. Aşağıda molların cəmi. Yəni 10. Buradan da biz bunu deməli həll edirik ki bu
4 vurulsun 28 üstə gəl 2 vur 2 üstə gələk 17 vur 4 bölünsün. Bu 18,4 eləyir. Ya tapdıq ki, bu orta molekül kütlə 18,4-dür və burada çox maraqlı bir bu hissə maraqlıdır. Baxın diqqətlə. İkinci qabda olan hidrogenin mol miqdarını 2 dəfə azaltsaq, qabda reaksiyanın sürəti necə dəyişər? İkinci qabda deməli hidrogenin mol miqdarını 2 dəfə azalır. Təbii ki, mol miqdarını 2 dəfə azaldanda həcm sabitdir axı, yəni 2-dir də. Onda qatlıq da 2 dəfə azalacaqdır. Yenə deyirəm, mol miqdarını 2 dəfə azaldanda qatlıq da 2 dəfə azalacaqdır. Yəni V bərabərdir hidrogenə dediyim gibi hidrogenin kubu. Bu olacaq nə? 2də 1-in kubu 2 dəfə azalaraq, bu da 8 dəfə azalma olacaq. Bir daha təkrar edirəm, əgər mol bu həcm sabitdir. Əgər mol miqdarı 2 dəfə azalırsa, C bərabər nü böl V daxil, V dəyişmir də. Onda deməli qatlıq da 2 dəfə azalacaqdır. Onda o hidrogenin kubu qədər azalacaq sürət. Yəni 2də 1-in kubu, yəni 8də 1 olacaqdır. Yəni müəyyənlədi ki, burada bu 6'dır, bu 2'dir. Eyni zamanda orta molekül 18,4'dür. Bu da oldu nə? Deməli 8də 1. Yəni biz burada müəyyənlədik ki, bu da 8də 1'ə bərabərdir. Aydındır. Gəlir ən maraqlı bir yer. Ən maraqlı bir yer. Yazıb ki, burada demək qablarda olan qadlar qarışdırılır. Reaksiya sona qədər aparılsaydı maksimum neçə mol amonyak alınar. Gəlin biz bu nəzərdən keçirdək. Deməli azot üstə gələk 3H2, əmələ gəlir 2NH3. Artıq oxla göstərilmə, yəni artıq dönərlik yoxdur. Bu 3 mol, bu 4 mol. Bura 1 yazıram. Bura 3 yazıram. İndi amonyakı tapmalıyıq kiçiyə görə. 3'ü 1'ə bölürəm 3, 4'ü bölürəm 2. Lap kiçik olunca ki, bununla tapacağım. Buradan deməli nü bərabərdir. Tapırıq ki 8 böl 3'ə bərabər. Yəni tapdıq ki, buradan 8 böl 3. Yadımda saxlayıram ki, birincidə amonyak 8 böl 3 oldu. İndi ikincidə burada deməli 6 mol yazıram bunun üstünə. 8'də yazıram hidrogenin üstünə. Yəni 6'nı 1'ə bölürəm. 8'i 3'ə bölürəm. 8'i 3'ə böləndə daha kiçik rəqəm 2,6 alınır. Yəni bununla işləyəcəm. Kiçiyə görə işləyirəm də. O da buradan bərabərdir. Deməli 16 böl 3. Ondan sonra deyib bunların, yəni cəmləyirəm də bunlar. Çünki deyir ki, qablarda olan qadlar qarışdırılaraq reaksiya sona qədər aparılarsa maksimum 2 mol amonyak. Bunları cəmləyəndə 3 yuxarıda demək 16 ilə 8 toplanır 24, 24'ü 3'ə böləndə 8 eləyir. Yəni buradan tapdıq ki, deməli bu da 8 olacaq. Birinci, bu da 8 olacaq. Və çox maraqlı bir sual var, növbəti sual 3H2. Birincidə baxın 3 mol azotdur. 4 mol hidrogendir. Bura 1 yazıram, burada 3 yazıram. Düzdür yoxsa? Və yazıb ki, burada birinci qabda reaksiyanın sona qədər getməsi üçün neçə mol hidrogen lazımdır? Ümumiyyətlə, burada 3'ü 1'ə bölürəm, 4'ü 3'ə bölürəm. Hansı kiçikdir? Yəni hidrogen. O hidrogen tam sərf olunur, azot artıq qalır. Gəlin görə azot nə qədər artıq qalır? Tənasiblə tapıram ki, buradan deməli nü bərabərdir 4 bölü 3, deməli azot sərf oldu. Qabaq neçə idi? Qabaq da deməli 3 idi. 3'dən 4 bölü 3'ü çıxanda bu eləyir deməli 5 bölü 3. Yəni biz tapdıq ki, bu 5 bölü 3 artıq qalır. Bu deyir ki, mən istəmirəm artıq qalsın da bu azot. Bunun üçün daha nə qədər hidrogen lazımdır? Baxın, 1 mol azota 3 mol hidrogen lazımdır. Baxın, 1 mol azota 3 mol hidrogen lazımsa, bu 5 böl 3'ə nə qədər lazımdır? Təbii ki, 3'də gedəcək ixtisar, bu da 5'ə bərabər olacaqdır. Aydın oldu yoxsa? Yəni bu şəkildə buna yanaşmaq lazımdır. Bu da deməli 5 mol olacaqdır.